İslam dinində qadın yaradılışın bəzəyi və həyatın mənəvi dayağı kimi təqdim olunur. Qadın yalnız ailənin bir hissəsi deyil, bütün cəmiyyətin ruhunu və istiqamətini formalaşdıran bir məktəbdir. Onun ədəb, təqva və elm sahibi olması cəmiyyətin dirçəlişinə, mənəvi oyanışına səbəb olur. Quran-ı Kərimdə Uca Allah Ali İmran surəsinin 195-ci ayəsində buyurur: İstər kişi, istərsə də qadın olsun. Mən heç birinizin əməlini puça çıxarmaram. Siz bir-birinizdənsiniz. Bu ayə göstərir ki, Allahın yanında dəyər cinsə görə deyil, əməllərə və niyyətin təmizliyinə görədir. İslam qadını məhdudlaşdırmadı. Onu elm, iman və ismətlə ucaltdı. Başqa bir ayədə buyurulur: Mömin kişilərlə mömin qadınlar bir-birinə dostdurlar. Onlar yaxşı işlər görməyə əmr edər, pis işləri yasaq edər, namaz qılıb zəkat verər, Allaha və Peyğəmbərinə itaət edərlər. Tövbə surəsi 71-ci ayə. Bu ayə qadının cəmiyyətdəki rolunu aydın şəkildə göstərir. Qadın da kişi kimi islah, nəsihət, ədalət və xeyir işlərdə məsuliyyət daşıyır. O təkcə ailənin deyil, həm də ümumi cəmiyyətin islahında mühüm rola malikdir. İslam qadını evdə susqun bir kölgə deyil, hikmətin daşıyıcısı, nəsillərin tərbiyəçisi və ilahi əxlaqın təcəssümü kimi göstərir. Qadın cəmiyyətin bünövrəsidir. O, ədalətin və mərhəmətin təməlini atar, gələcək nəsilləri imanla tərbiyə edər. Cəmiyyətin saflığı qadının paklığı ilə ölçülür. Qadın cəmiyyətin zərif üzü olmaqla yanaşı, haqqın, ədalətin və bəsirətin dirəyidir. O, elmi ilə nurlandırar, təqvası ilə qoruyar, mərhəməti ilə cəmiyyəti yaşadar. Unutmayaq, qadın Allahın yaratdığı ən incə, lakin ən möhkəm varlıqdır. Onun rolu yalnız görünən deyil, nəsillərin ruhuna toxunan bir təsirdir. Əgər qadın imanlı və təqvalıdırsa, o cəmiyyətin sabahı da nurlu olacaq.